Marneolinin bir çox küçəsində olduğu kimi Qızılhacılı kəndinin də Sulxansaba, Orbelyan və Şülöyür küçəsinin daxili yolları bərbad vəziyyətdədir. Yerli sakinlər etiraz edirlər və yolların düzəldilməsini tələb edirlər. Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində daxili yolların uzun müddətdir baxımsız və qəzalı vəziyyətdə qalması yerli sakinlərin narazılığına səbəb olub. Problemin həll edilməməsinə etiraz edən kənd sakinləri Marneuli meriyasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar bildirirlər ki, illərdir yolların bərpası ilə bağlı onlara dəfələrlə vədlər verilib. Lakin bu vədlər heç vaxt reallaşmayıb. Onların sözlərinə görə xüsusilə Sulxansaba, Orbelyani, Nərmanov və Şülöyür küçələrinin yolları demək olar ki, keçilməz haldadır. Yağışlı havalarda yollarda gölməçələr əmələ gəlir. Palçıq səbəbilə nə piyadaların, nə də nəqliyyat vasitələrinin hərəkəti mümkün olur. Bu vəziyyət həmçinin təcili tibbi yardımı və ictimai nəqliyyatın fəaliyyətini də ciddi şəkildə çətinləşdirir. Bizim küçəmizin şəraiti yoxdur. İnsanlarımız çox bərbad vəziyyətdə yaşayır. Yollar pis gündədir. Gəlin çəkin, baxın, görün nə vəziyyətdədir. Məktəbə kimi düzəldirlər, məktəbdən ağrı yoxdur şərait. Gəlmişik, müraciət eləmişik. Mənim özüm liçni yazmışam. Gəldik, getdik, dedilər, yaxşı gedin düzəldəcək, bilmirdik. Bildik, indi gələcək. Yəni gözlük yazdırıq, gəlmədilər. Xəbətin yanına yollarlar. Gəlmiş, neçə də, bəlkə 10 dəfə gəlmişik, müraciət eləmişik. Özüm də qırmızı istəmişəm. Amma sözümə baxan yoxdur. Heç kim də nə dediyimi eləmək. Yolumuz bərbad haldadır. Uşaqlar məktəbə gedə bilmir. Avtobus gəlmir, avtobus gəlmir. Skor gəlmir. Dəqiqədən xoşluq alır. Skor gəlmir. Zəngəliyi xəstə yalnız qocayıq. Yollar pisdir. Uşağımız məktəbə getmir. Bir həftə çox məktəbə getmir bala. Yolların çəkiş lazımdır. Gedib yoxlamaq lazımdır. Cəmaatı yola qoymaq lazımdır. Qərara çəkmək lazımdır. Müsəlmanlıqdır deyə nələr müsəlmanı çıxmaq lazım gəlmir. Nərmanov küçəsidir. Məktəbin yanı. Şikayətimiz oldu ki, Yollarımız yolumuz verandır. Avtobus gəlmir, təzə avtobus qırıq-qırıq oldu, yerdən gəlmir. Ondan sonra da skor əmir, xəstə adamam. Canım da bir da bizə etsin. Belə şey olar mı? İnsanların istədiklərini yerinə yetirsə bəlkə buradan sonra incidər. Ortalığa düşərlər, pasportlarınızı verin, səs verirlər. Belə şey olar mı? Yəni biz istəyirik qabaqki yaşayış. Qabaqki yaşayışı bizə verin. 5 mi yaşı yaşadıydı bizə, 5'ə verin. Bu nədir bə? Qırıq bir xalqı qırıq aparır, belə şey olar mı? Səhər saatlarında Marneuli meriyası qarşısında toplaşan sakinləri meriyanın birinci müavini Roin Dekanoiti qəbul edib. Görüş mətbuata qapalı şəraitdə keçirilib. Roin Dekanoiti sakinlərə problemin həll olunacağına dair söz versə də, kənd sakinlərinin sözlərinə görə artıq bu vədlərə inamları qalmayıb. Aksiyanın keçirildiyi Marneuli meriyasının önünə gələn Marneuli merinin Qızılhacılı nümayəndəsi Sədrəddin Talıbov dəfələrlə əraziyə şebin töküldüyünü və problemin həll olacağını söyləyib. Lakin yerli sakinlər isə bunun əksini söyləyib. Mən sizə neçə dəfə zəng eləmişəm bu qışqırı. getdik hələ. Mən sizə neçə dəfə zəng eləmişəm. Siz gəldiniz, şikayətinizi dediniz. Saat 2-də bütün slujbalar gəlir ora. Sizə dedilər gedin orada gözləyin, gəlib nə lazım yerində baxacaq. Saat 2-də gəlirlər ora. Əməl eləmirlər də ələ. Sizin yolu neçə ay bundan qabaq təzə düzəltdilərmi? O yol təmir olundu, təmirdən də əsaslı təmir olunmadı. Oraya şebin töküldü, graver töküldü, düzəldi. Yaxşı töküldü, kəndi xalqın gözünü yummayacaqsınızsa. Töküldü mü? O getdi Sulxansaba, Orbelyani küçəsi, Heydər Əliyev küçəsinə, döngəsinə kimi xır tökdülər, ondan sonra da yaxşı idi. Məsləhət bilmədilər. İndi ki, o deyirlər ki, bizim məhəllədə proyektdə yoxdur. Proyekt verilibdir. Haraya tökül bizim asfalt. Orqanlar gəlib baxırlar, nə təri lazımdır, elə də proyekti suları da olacaq, kanalizasiya da çəkilir. İndi söz veriblər, indi nə vaxt onu mən bilmirəm. Marneuli meri, özüm mən gəldim, xahiş elədim, Marneuli merinin özü xahiş elədi, özü düzəltdirdi, o yolu yazda. Marneuli merinin özü düzəltdirdi o yolu. İndi bunu Allah'ın işidir, köydən belə yağışlar yağır, rayonun içində hər yer belədir də. İndi xarab olub, asfalt deyil ora. Asfalt deyil. Asfaltda ora yox, asfalt deyil. Keçək gələcək saat üzərində. Yalan deyirlər. Bu neçə dəfələrlə olub bu işlər.
Gelecek gelmiyor. Gelecek gelmiyor. Gelin ne kadar. Yolları üstündedir. Hamı xəstəyir. Nasıl skora gelir? Ne taksi gelir? Ne skora? Uşaqlar ne təkdən gedə bilmirlər. Tağdır yağdı. Avtobuslar mən ələyəcəm, qırılır. Mən 80 min dolarlıq qiymətin dedim, sizə çox rahat döyəm. Şoförümüz Loma da gəlmir, Fazıl da gəlmir. Ağam birinci gündən əylənəsəydi, mən yalvardım ki, nə bala, bizim ölü yerlərimiz var, bizə başa çıxın. 4-cü günü mütləq gedəcəyik, işi həll eləyəcəyik. Bir də 4-cü günü gəlmişik, işimizi həll eləyin, nə bala. Aksiyadan sonra etirazçılar media nümayəndələrini Qızıl Hacılıya dəvət edərək yerindəcə yolların vəziyyəti ilə tanış olmağa çağırıblar. Onlar qeyd ediblər ki, yolların bu vəziyyətdə qalması nəqliyyat xərclərinə də birbaşa təsir göstərir. Marşrut taksi sürücüləri yolların yararsız olması səbəbilə avtomobillərinin tez-tez sıradan çıxmasından ehtiyat edərək gediş haqlarını artırırlar. Bu isə sakinlər üçün əlavə maliyyə yükü yaradır. Halk düzəməldir, hamı xəstədir. Skoriya zəng eləyirik, skora gəlmir. Deyir, yolumuz pis vəziyyətdədir. Taksiyə deyirik, biz apar, taksi bizdən pulu çox istəyir, artıq istəyir. 5 manatlıq yola 20 manat istəyir. Maşınlarımız hamısı xarab olur. Buradan qatırırsan, buradan maşınlarımız xarab olur. Yolumuza biz çətinlik çəkirik, yolumuzu düzəltdirin. Nə taksi gəlmir, nə skora gəlmir, nə marşrut gəlmir. Uşaqlar bu tərəfin uşağı nə ilə geçsin bə məktəbə? Yolumuz yoxdur, işığımız yoxdur, suyumuz yoxdur. Kanalizasiya ora kimi çəkildi, oradan belə düz tərəfə gəlmədi. Dedilər planda deyil. Palçığın içində qırılırıq. Suyumuz yoxdur, musor yeşiyimiz yoxdur. Yolda işığımız yoxdur, qaranlıqda qalmışıq. Bax, belə gündə yaşayırıq. Uşaqlar fikrə gedəsi də əyəkləri bax, o batdağa batırlar. Nə yolları var? Marşrut düzəməlli gələ bilmir, ona görə ki, yollar pis gündədir. Nə şərait yaradırsa da insanlar özlərinin cibindən pul yığışdırıb, bax, bunu düzəldiblər. Quruya başı bu ulisə heç nə olmur. Nə kanalizasiya çəkilib, nə grant çəkilib. Biz o biri öylərdən özümüzə şərait yaratmışıq. Qohum-qohumdan grant çəkib, kanalizasiyamız vəbşə yoxdur. Ha, bu gündə yaşayırıq. Bizim istədiyimiz nədir? Nalog veririkmi? Veririk. Özümüzün yağımızı özümüzün başımıza çəksinlər. Belə olarmı? Zivilimizə baxın, hanı zivil vedirəmiz? 2 dənə zivil vedirəsi qovlar, bu yekəlikdə küçəyə 2 zivil vedirəsindən nə olur? Demişik ki, yolları düzəldim, çəkin, baxın, bax. Zivilin içində yaşayırıq, niyə? Tamarislə cərit eləyir, mən baxdım, göstərdilər Novostidə ki, 10 milyondan artıq pul ayrılır. Bizə də ayrı. Biraz insa da ayrım, bizə də günah. Çeretele başqa yerə ayrılırlar, onların gözəl yollarına pul ayrılırlar. Bizim bu palçığın içində suda qaldığımız yola ayrılırlar. Bizə də açsınlar. Bizim xahişimiz o qədərdir. Bizim Biz prezidentimizdən yenə xahiş edirik. Bizə də hörmətlə yanaşsınlar yolumuza, izimizə. Bizim uşağımız var, ailəmiz var. Qrandımıza, sumuza, zivil kutumuza, belə yolumuza da biraz da pul ayırsınlar. Biz ona istəyirik. Kim olur olsun. Amma bizə biraz da olsa, bizə də bir vaxt arsın, pul ayırsın. Biz də ona hörmət edirik. Etirazlardan sonra Marneuli meriyası tərəfindən kəndə ekskavator göndərilib və yolların müvəqqəti tənzimlənməsi işlərinə başlanılıb.